Sual budur. Birinci söz keçirik. Niyə birinci söz keçirik yoldaşlar? Axtarış sağ olsun dedi. Aydınlatdı bizi. Hər şey onun Performans maks məsələn hər yerdə çıxarır. Displeylərdə də. hər şey onun əsasındadır, nə bilim. Okey. Gördün, getdik kazino filan, uca belə danışır. Yaxşı, yaxşı. İşə girəndən beyin çöndü zor. Əvvəl gücüm uşaq idi, söyləmirdi, işim ilişməzdi falan. Maaş köçüb deyəsən. Yavaş. Maaş köçüb deyəsən ki, İsmail. Okey, yoldaşlar, gəlin sizə həyati bir mövzu keçim haşiyə, həyati bir dərs söylədim sizə. Bəzən göz önündə olan şeylər vardır və çox dərinə yenmək lazım deyil. Bəzən ümumiyyətlə özümüzdən nəsə kəşf etmək də lazım deyil. Hər şey onsuz göz önündə olandır. Göz önündə olan şey deyil, yəni gizlidir, bir növ elə bir şeydir. Yəni ki, özünüzdən fərqli kreativlər falan çıxartmağınıza ehtiyac yoxdur. Yəni özünüzdən bizim nənəmiz dedi, dekret çıxartmağa ehtiyac yoxdur. Özünüzdən dünya kəşf etməyə ehtiyac yoxdur. Mən sualı prosta vermişdim. Dedim gəlin o dəqiqə deyəsiz başda. Ondan sonra da qutaracaq. Baxdım ki, siz elə ciddi, yəni özünüzdən hər bir şey çıxartdı. Niyə söz keçir? Çünki söz burada birincidir, ona görə söz keçir. İkinci performans, ikinci onu keçəcək. Üçüncü dematı, üçüncü onu keçəcək. Dağıtdı zəyət, yaman oradan girdi, buradan nə bilim bölümlər, oradan nə bilim, hər bir şey. Rifai xanım söhbət, arxa tərəfin sualdan xəbəri yoxdur. Bu hardan gəldi, biz bura hardan keçdik. Ailəm Gəlizləşdi. Abbas bəy oradan qışqırdı, İsmail bəy buradan dedə sən dayan, mən deyəcəm. Bir də suala görə pişmançılıq yarandı. Orada İsmail bəy getdi. Yəni ki, yoldaşlar, birinci sözdür, ona görə keçir. Yəni çox da şeyləməyin, yəni.